Mən uca qızlar bezmişəm. 18 yaşımdan bu yana saçlarım ağarmağa başladı. Və bu genetikdir, çünki mamamda da belə olub. Hər 10 gündən mən öz başıma rəng qoymaq məcburiyyətindəyəm. Bu proses də mənə görə çox yorucudur. Və mən çıxış yolu tapdım. Belə bir saç şampunu tapmışam Temudan. Rəylərə görə öz funksiyanı çox gözəl yerinə yetirir. Deməli, siz sadəcə başınızı bu şampunla yuyursunuz və başınızda olan ağ tüklər hamısı yox olur. Dəhşət böyük həcmi var, 500 milli. Kakras indi çimməyə getməyə istəyirdim. Dedim ki, bunu sınayım və sizə göstərim nəticəni. Növbəti gündən qızlar salam. Dünən çəkmədim, çünki elə bildim ki, gözüm yaxşı görmür, qaranlıqdır, yaş saçdır. Amma bugün səhər baxıram ki, bir dənə belə ağ tük qalmadı. Və maraqlısı odur ki, tam olaraq şampundur, yəni ki, rəngsizdir. İndi sizə nümayiş eləyəcəm. Yəni ki, başınızda köpük eləyəndə ağ köpüydü. Halbuki cəmi 10 dəqiqə başımda saxlamışam. Düşünürüm ki, bu məhsul başını rəngləmək istəməyən bəylər üçün vəbşi super olacaq. Sadəcə wow.